illellezine amenu ve gamilus salihati ve tevassav bil haqqi ve tevassav bis sabri. İndi baxaq mənalarına. İllellezine amenu, yəni o kəslər, iman edənlər istisnadır. Və gamilus salihati, xeyir işlər görənlər və bir-birlərinə təvassav bil haqqı, bir-birinə demək, bir-birinə tövsiyə edənlər və bir-birlərinə haqqı tövsiyə edənlər nədir? İstisnadır. Bax, belə alacaq məna. İndi bədiləşdirək. Demək, iman gətirənlər, salih işlər görənlər, bir-birlərinə haqqı tövsiyə edənlər, bir-birlərinə demək, səbri tövsiyə edənlər istisnadır. İndi başlayaq burada illədən. İlləlləzinə, yəni mənası ancaq xaricdir. Məgər mənası da var burada illənin. Demək, istisna hərfidir. Əlləzinə, kimsələr və yaxud o kəslər ki, kimi də işlənir, müstəsnadır. Yəni, ümumiyyətlə, istisna hərfindən sonra gələn nitq hissəsi olur, müstəsnadır. Ona görə bu müstəsna adı verilmişdir. Çünki istisna ədatından sonra gəlir. İsmi məfsul, yəni nisbi əvəzlikdir, kişi cinsindədir və cəmdədir.